Laxtalama faktoru bilirsiniz ki, bir hamiləlikdə rüşeym yarandıqdan sonra artıq orada plasental bir qan dövranı başlayır, dölün özünün ürək döngüsü artıq, rüşeymin daha doğrusu ürək döngüsü başlayır və burada damarlar normal olmalıdır, damar divarında problem olmamalıdır, laxtalama faktoru olmamalıdır. Özəlliklə bu laxtalanma qadınlarda genetik və qazanılmış olur. Genetik nə deməkdir? Qadın gedir, deyir, həkim, mən laxtalanmamı verdim, normaldır. Koagulogrammam normaldır, hər şey normaldır. Bəs bu laxtalanma nədir? Genetik laxtalanma dediyimiz, yəni bizim genetikada bir laxtalanma parametrlərini göstərən genlər var. Bu genlər normalda laxtalanmaya təsir göstərmir. Sadəcə risk dönəmindən vaxtı əməliyyat olurlarsa, hər hansı bir yanıq olarsa və ya bir də hamiləlik dönəmi. Hamiləlik dönəmi də laxtalanma üçün bir risk dönəmidir və bu dönəmində artıq laxtalanma sistemi həddən artıq hiperaktiv olur. Bunu biz normal analizlərdən görməyə bilərik, sadəcə genetik analizlərdən görürük. Hansı ki, bu da döl damarında trombozlara və bu da inkişafdan qalmaları gətirib çıxara bilir. Onu qeyd edim ki, laxtalanma problemi olan xəstələrdə inkişafdan qalmalar 8 həftədən sonra baş verir. Genəldə 8 həftəyə qədər deyil də, dölün ürək döngüsü, rüşeymin ürək döngüsü yaranandan sonra baş verir. Bu qazanılmış dedik, genetik faktordur, kesinliklə dəyişmir. Bir qadında əgər genetik bir laxtalama problemi varsa, ömür boyu da vardır və bu aşkar edilmişsə, mütləq hamileliyin başından sonuna qədər qan sulandırıcı iynələr, lazımsa tabletkalardan istifadə olunmalıdır. Bir də qazanılmış laxtalanma problemi dedik. Bu da antifosfolipid, antikardiyolipid sindromlarıdır ki, burada damarların divarında problem olur. Damar divarı zədələnir. Bu zədələnmə həmçinin dölün damar divarında və plasentar damar divarında olur. Zədələnmiş bir damarda tromboz və inkişafdan qalmaya səbəb olur. Qeyd edim ki, bu problemdə genəldə 8 həftədən sonra baş verir. Nə zaman? Dölün ürək döngüsü yaranacaq, damarlar yaranacaq. Yəni, hər ikisinin ortalığa çıxma ehtimalı 8 həftədən sonradır. Genəldə ortalanma, yəni burada dölün plasentar dövran olmalıdır, damar yaranmalıdır ki, orada tromb yaransın və inkişafdan qalsın. Yox, mənim 5 həftə bir hamiləlik kisəm vardı. İnkişafdan qaldı. Artıq bu kisənin inkişafdan qalması damarla deyil, genetik problemlər, çox vaxt genetik ya da hormonal bir problemlərlə gəlir ki, o hamileliyi bədən davam etdirmir. Tromb olması üçün mütləq orada damar yaranmalıdır, plasentar dövran olmalıdır, ceft dövranı, ondan sonra tromboz olmalıdır ki, bu bəbək düşsün, yəni döl düşsün. Bu da 8 həftədən sonra olur. Genəldə gec inkişafdan qalmaları səbəb olur.